gedirəm Xan bağına. Qardaş salam. Bir dəqiqə olar. Xan bağına necə getmək olar? Qabaqdan qadarım, düz get, soladan görəcəksin. Düz gedim, soladan. Sola gedim, sonra görəcəm. Çox sağ ol. Və qabaq düz gedib və mən Xan bağına çatacam. Bu piyada keçidini başa düşdüm, 40-ı başa düşdüm və bu dələni başa düşmədim. Onun indi başa düşdüm, yol işarəsidir. Yoldan dələ keçə bilər. Və Xan bağını axtarmağa davam edirik. Xan bağı hardadır? Qardaş, salam aleyküm. Danışmırsınız? Elə düz insana rast gəlibsiniz, çünki əvvəllər şəhərin bələdçisi olmuşam. Şəhərin bələdçisi də olmuşsunuz? Nə yaxşı, mənə bələdçilik eləyərdiniz. Laf yaxşı, laf yaxşı. Buyurun, amma ilk öncə elə bir girişdən gedək də. Bura giriş deyil. Bura xeyr, giriş deyil, giriş qarşıdadır. Getdik girişə. Belə danışaq. Xan bağı haqqında məlumat verim sizə. 1700-cü ildə Cavad xanın nəslinin babası daha doğrusu, Ziyadovlar nəslindən olan insan bu Xan bağını saldırıb. Bağ salınanda bu bağın arası çox böyük olub. Ağaclar o vaxtdan qalandı, yoxsa təzələr? Əksəriyyəti də o dövrdən qalıb və yeniləri də əkilibdir. Qədim şəhərdir, gözəl şəhərdir, havası, özü, insanları, hamısı çox gözəldir, qonaqpərvərdir. Qonağımız ola bilərsiniz. Sağ olun, çox sağ olun. Hələ kimdən müsahibə alıram, kimlə həmsöhbət alıram, bir gəlin qonağımız olun. Çox sağ olun. Yo no soy marinero, yo no soy marinero, soy kapitan, soy kapitan. Xan bağında gəzintim davam edir. Həqiqətən çox maraqlı bir parkdır, müasir və nə deyə bilərsən Gəncə haqqında? Gəncə çox istəyirsən? Bəli. Nə qədər? Çox. Çox. O boyda. Sağ ol. Şüşəli evə gedirik, getdik. Sən də gəl. Bu da şüşəli ev. Görək bu şüşəli evdə nə var, nə yoxdur? Neçə min burada şüşədən istifadə olunub? Müsahibimiz var. Sizin atanız nə danışırdı bu evin tikilməyindən? Atam yəni belə xəbəri yoxdur. Babam tikib ancaq mən. Yəni özü tikibdir, nə balaca daşdır. Amma bilməzdiniz neçə ilə tikib bunu? Bilmə, hardasa bir 20 ilə zədə. Bir evi 20 ilə tikib. Bu balaca daşlarla nə oldu? Balaca daşlarla və şüşələri yığıb üst-üstə və bu evi tikib. Orada 8000 şampanski butulka var. Şampanski butulka. Bu butulkaları görəsən hardan əldə edib? Bu baba küçələr də gətirilmiş, nəmcə Soçidən gətirilmiş o. Soçidən gətirilmiş. Baba ağdaşlar var, ağdaşlar. O orada ağdaşlar var, hamısı Soçidən gətirib. Soçidən gətirib və elə bir kolleksiya toplayırmış və kolleksiya toplayıb beyninə girib tikib də bunu. Və siz bu evin sakinisiniz. Ev necədir belə istiliyi, soyuqluğu? İçərisi yəni belə remontlu evdir, ancaq bu gözəllik çöldən. Çöldən görün. İçəridə heç nə hiss olmur. Yox, içəridə nabışlı ev. Oldu. Çox sağ olun. Salamat yaşayın. Sağ olun. Prospektdə Şah Abbas məscidi, Cavad xan türbəsi və Çökək hamam yerləşir. İndi bu tarixi abidələr haqqında sizə məlumat verəcəm. Bu məqbərənin özü isə 2005-ci ildə Heydər Əliyev Fondu dəstəyi ilə tikilmişdir yanvar ayında və bura hər il, hər gün demək olar ki, çoxlu ziyarətçilər gəlir Cavad xanın xatirəsini almaq üçün. Yəni xanım, növbəti Çökək hamam olmalıdır. Bəli, Çökək hamam. Çökək hamam 17-ci əsr tarixi abidəsidir. Və burada maraqlı bir fakt ondan ibarətdir ki, tikilmə zamanı bərkidici material kimi yumurtanın ağından... Gedək ona baxaq, orada danışaq. Gəlin gedək. Restavrasiya olunub bura. Təbii ki. İçəri daxil olmaq olar yoxsa? İçəri daxil olmaq. Qəti qadağan. Meçet deməli iki hissədən ibarətdir. Burada həm qadınlar, həm kişilər bu günədək, yəni bu gündə onlar burada öz namazlarını qıla bilirlər. O ağaclar orada var, o deyəsən o qədim çinarlar. Deniz kimi Gəncə çinarlar şəhəridir, təbii ki bunu hamı bilir. Burada da ən qədim çinarlar yaşı 200-300
olan çinarları görmək olar. Bu 300 olar bunun. Olar. Elvin göstər onu. Diana xanım, bu minarələr diqqətimi çəkdi. Deyəsən biri biraz əyridir. Bəli, bu minarələr məscidə sonradan əlavə olaraq tikilmişdir. 1920-ci ildə Sovet hakimiyyəti qurulan zaman minarələr biri deməli hücumu zamanı gördüyünüz kimi əyilib günorta namazı vaxtı deməli məscidin qərb tərəfinə düşən kölgə itir və ona görə də möminlər anlayırlar ki, namaz vaxtıdır. Bəli. Təşəkkürlər Diana xanım. Minnətdaram. Mən getdim məscidə. Gəncə macəramı bugün sizə təqdim etdim. Gedim Nizaminin məqbərəsini ziyarət edin və Bakıya gedin.